Bu məhəllə arası Qumqapı tərəfdir. Buranın %70'i özbəydir. Bundan arxa məhəllə var, yemək yediğimiz yer. Orası Afrikalılar məhəlləsidir. Yəni orada hamısı demək olar 170 Afrikalı var. Burada çoxu özbəylər qalır. Burada bir de belə bir şey var. Nömrələr həddən artıq bahadır. Ardasa 1600, 1700, 2000 TL arasıdır. Şirkət fərqi olarak Turkcell, Türk Telekom, Vodafone olarak 2000 TL, Türk Telekom 1600 TL, ardasa bizim bundan 60 manat, Vodafone da 80 manata. İnternet paketləri də dəyişir. 25 GB 400 TL, arası 20, 18, 17 manata. Yəni sizə məsləhət görərəm ki, havalimanından nömrə almayın, orada daha çox bahadır. Yəni buranın 2,5 qatıdır. Arası 3000-3500 TL'ye gəlir. Nömrə, internet hamı paket bir yerdə. Amma belə Vodafone rəsmi mağazasından alsaz kənar bir yerdə. Hansı bir qəsəbənin içində. Gələcək çıxacaq pasportla 1600 TL, 2000 TL internet paketi ilə birgə. 25 GB xoş gəldin bonusu 300-600 dəqiqə arasında danışıq verilir. Düzdür, bizdə də havalimanında qoyur hər kəslər, xariclər olsun. Amma kənardan alan biri olsa nömrələr yenə standart qiyməti var. Azərcil deməyək, Azərcil yəni öz vətəndaşlarına da baha qiymətə satır. Amanlar olsun, başları olsun. Hamısı normal qiymətdir. 3-5 manat arası xarici pasportla gəlsələr belə. Gəldik şərəşöylərimizi qoyduq təzə otelə. Çünki dünən qaldığım otel çox baha idi. Hardasa 30 dollara.
Burada bir otel var. 600 TL. Ardasa 24 manat, 25 manat arası. İndi gedir buradan Sultanahmet'e. Oradan tramvayla Kabataş. Kabataş'tan T5 tramvayla Ali Beyçi'ye. Adam ileri gəzir burada. Sağa bakır, sola bakır. Son 2 dakikada var olan burada. Millet burada sıraya düzülür. Burada yetim vakfıdır. Geldik sattık tramvaya. Yine əsas məsələ bunun girişi hansı tərəfdədir? Burası da Sultanahmet. Əsas indi tramvay durağı hansı tərəfdədir məsələ olur. Mehmet Bey, biraz bekleyelim. Arkası çok dolu. Millet deyəsən burada mitinqə çıxıb. Buradan soruşdum. Dedilər ki, boş yerə tramvaya minmə. Onsuz da buradan 10 dəqiqəli, 15 dəqiqəli yol Eminönü'dür. Eminönü'dən T5'e oradan rahat getmək olar. Bir dənə belə qazoz hardasa gəlir 1 manat 5 qəpik. Amma normal yerlərdən alsaz 10 TL, 15 TL. 40 qəpik, 50 qəpik, 60 qəpik arası. Buradan belki maksimumda balansı 100 TL. Video burada yarıdan saxlamalı oldu. Çox güclü yağış yağdı. Akşam yemeği yedik. 200 TL ona verdik. Sevemem ki şimdi seni ben.